Azərbaycan SSR-də yüksək dövlət vəzifələri tutan 5 xanım. 1. Ayna Sultanova, Azərbaycanın Xalq Maarif komissarı, eyni zamanda Şərq Qadını jurnalının redaktoru, Azərbaycanın Ədliyyə komissarı və eyni zamanda Azərbaycan Ali Məhkəməsinin sədri olmuşdur. 2. Bilqeyis Həşimzadə, ilk Azərbaycanlı hüquqşünas qadındır. Eyni zamanda Azərbaycan SSR Baş Prokurorunun müavini və Azərbaycan Xalq Təsərrüfat Universitetinin rektoru olmuşdur. Onu da deyim ki, ilk institut yaxud universitet rektoru olan ilk qadındır. 3. Elmira Qafarova. Elmira Qafarova Azərbaycan qadınları içində ən çox dövlət vəzifəsi tutmuş adamdır. Maarif naziri, Xarici İşlər naziri və Azərbaycan Ali Sovetinin sədri olmuşdur. 4. Azərbaycanın ilk Xarici İşlər naziri olan qadın Tahirə Tahirovadır ki, uzun müddət bu vəzifəni icra etmişdir. Və ən nəhayət 5. Zəhra Kərimova. Azərbaycanın əvvəlcə İctimai Təminat komissarı, daha sonra isə İctimai Təminat naziri olmuşdur. Bir də sizin üçün sürpriz olan bir məlumatım var ki, Azərbaycanın ilk və yeganə qadın dövlət başçısı da vardır. O 9 sentyabr 1920-ci ildən 20 noyabr 1920-ci ilə qədər Azərbaycanın Kommunist Partiyasının Mərkəzi Komitəsinin rəyasət heyətinin sədri olmuşdur və bu Yelena Stasova idi.